tədbir haqqında öz təəssüratlarınızı bölüşürsünüz. Buyurun. Əvvəla salam. Mən Qanun Yolu TV saytının rəhbəri, eləcə də Azərbaycan Jurnalistlər Birliyinin üzvü Arif Süleymanlı. Bəli, bu tədbir haqqında çox danışmaq olar. Gənc şairimiz Elmar Yazarın layihəsi olan bu 100 şəhidə şeir layihəsi diqqətə layiqdir. Biz bu tədbirdə dəfələrlə iştirak etmişik, çox bəyənmişik. Əlbəttə ki, belə tədbirlərin çox olması bizlərə də xoş olar. Eləcə də bizim şəhid analarının arzusuyla keçirilən bu tədbir diqqətə layiq olar. Bu tədbirdə bizlərdən başqa şəhid anaları, şəhid bacıları, müğənnilər və ekib əməkdaşları, yəni media əməkdaşları iştirak edir və hər dəfə bu tədbirdə layiqincə, yetərincə zövq alır və bunu hər an işıqlandırırlar. Elmar sahibə mən bu yolda daima təşəkkürlər, uğurlu yollar arzulayıram. Arzu edirəm ki, belə bir tədbirlərdə bizim gənclərimiz də iştirak etsin və onların iştirakı vacibdir. Çünki şəhid anaları hər an, hər vaxt belə tədbirlərdə olur. Lakin gənclərimiz bu tədbirlərdən, necə deyirlər, kənarda qalırlar. Buna görə də mən istərdim ki, elə gənclərimiz də bu tədbirlərə qatılsın və bizim vətən yolunda, torpaq, bayraq yolunda canlarından keçmiş şəhidlərimizi tanısınlar və tanısınlar. Bir daha sizlərə də Elmi müəllim təşəkkür edirəm. Sizə də bu yolda uğurlar, işlərinizdə daima müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun.